Əvvəl başlayaq. Onu saxla bir dəqiqə. Hesab ediyorum ki, bu günləri 19 Mart. 19 Mart 2026-cı il Südabə xanımın bu dünyaya gəldiyi gün. 16 yaş tamam olur. O cəhət bu qədər çatmamış. Allah xoşbəxt eləsin, Amin. can sağlığı versin, birliyimizin bütün üzvləri adından. Təbrik edirəm, uzun mənalı ömür, can sağlığı arzu edirəm. Can doktor, hədiyyəni təqdim elə. Sağ olun. Böyük, Ad günün, şad böyük günün jestdir. Sağ olun. mübarək olsun. Sənin o xəstəliyin mübarək. Sağ ol, var olasın. Bugün 24 Mart 2026-cı il biz bura toplaşanlar Könüllü İctimai Nəzarət İctimai Birliyinin üzvləri birliyimizin yaranmasını və təsis olunmasını, o cümlədən fəaliyyət göstərməsini 4 illiyini qeyd etməliyik. Hamımızın məlumatı var, birliyimiz haqqında nə işlər görmüşük, nələr eləmişik, nələri eləyə bilməmişik. Və həmişə də çalışmışıq ki, əlimizdən gələni insanlara kömək edək. Bundan bağlı çox danışmayacağım. Məqsədimiz bəllidir. Fəaliyyətimizin 4 illiyini qeyd edirik. Hər birimizə bu işdə uğurlar, möhkəm can sağlığı arzu edirəm. Gələn ayaqlarımız var olsun, tədbirimiz də mübarək olsun. Sağ ol, xəyəm. Ayten sen de gel otur. Odur ki, biz öz fəaliyyətimizdə o insanlara, vətənimizin evlatlarına, çətinlikdə olanlara, öz hüquqlarını bilməyənlərə göstərdiyimiz o xidmət özü bir müqəddəs işdir. Savabdır, bəli. Biz də hər birimiz, burada olanlar bir ideya əsasında yetişmişik. Hamımızın ideyası birdir ki, bilməyənlərimizə kömək eləmək, çətinlikdə olanlarımızı, o qədər haqqına girilənlər var ki, məmurlar tərəfindən, yaxud da, nə bilim, biz olmayıb, yetimin haqqına girənlər var. Bunları biz qəbul eləməmişik, indiyə qədər bundan sonra deyilən görük və ideyamız da budur. Bu yolda da hər birimizə müvəffəqiyyətlər arzu edirik. Sağ olun. Sağ olun. Sağ olun. Sonra kimin sözü var buyursun. Bəli. Arada elə danışacaq. Hörmətli rəhbərimiz Tayyip müəllim, hörmətli məclis iştirakçılarımız, hörmətli səhdilər, sədr müavinləri və özür. Hər birinizi bu xoş gündə mən Uzaqlarına Təşkilatının üzvü Könüllü Nəzarət İctimai Birliyinin üzvü Əliyev Fəxriyyətoğlu. Hər birinizi ailədə salamlayıram. Həmişə xoş gündə başda olsunuz. Dəyərli rəhbərimiz, dəyərli müəllim, öncə sizə təşəkkür edirəm ki, Azərbaycan xalqının saymış seçilmiş ən aktiv belə deyək də, yəni fəallarını bu təşkilata yığmışsınız. Özünüzlə başçı kimi həmişə qabağımızdasınız. Var olasınız, bir də sizin arxanızda. Sevinirəm ki, yəni 4 il ərzində mən təzə də olsam, amma uğurlarınızı, sübutlarınızı, videolarla, çəkilişlərlə, görülən işlərlə hamısını mən yan şahidiyəm. Allah bütün təşkilatı qorusun, başta siz olmaqla. Kimin də əziyyəti var, yəni bu danılmazdır. İnşallah biz də sevinirik ki, yəni xalqımıza, millətimizə təmənnasız xidmət edirik və Azərbaycanın belə deyək də, yəni daha da inkişafında var olasınız, uğurlarınız bol olsun. İnşallah siz başta olmaqla Oğuzda ad günlər, şad günlər keçirlər. Var olun. Buyurun. Hörmətli sədr, hörmətli əməkdaşlarımız, ilk öncə hər kəs salamlayıram. İlk öncə vətənimiz uğrunda canına keçən şəhidlərimizə ruhlarına Allahdan şad olmasını deyirəm. Vətən müharibəsi iştirakçılarına, qazilərə Allah möhkəm can sağlığı versin. Çünki biz bunu hər zaman yad etməliyik. Bizim mənəvi borcumuzdur. İkinci olaraq bizim birliyimizin 4 ili münasibəti ilə bura yığılmışıq. Düzdür, az yığılmışıq, amma əsas heyət buradadır. Bu birliyimizə Allah bərəkət versin. Digərlərdə inşallah növbəti toplantılarda yəqin ki, gəlib iştirak edərlər. Başda dəyərli sədrimiz olmaqla hamını təbrik edirəm. Südabə xanımın da ad günü təsadüf olur.
təbrik edirəm. Çox Təşəkkür edirəm. Sağ ol. dəyərli bir xanımdır həqiqətən də. Mənim üçün mən deyərdim ki, çox yaxın bir insandır. Sağ ol. Eyni zamanda mən təklif edərdim ki, Təhər müəllim, rayonlarda toplantılar olsun zaman və rayon təşkilat sədrləri Rus devri deyir də, biz SSR devrində katib təyin edəndə bir müddətdən sonra adam yollayırlar ki, gedin baxın görün o nə iş görür. Baxırdılar ki, özünə, evinə, eşinə yaxşı baxır. Dedilər, o qalsın işləsin. Elə ki, özünə baxmırdan çıxardı batırlar. Bir rayon təşkilat sədri əgər 5-10 nəfəri, 20 nəfəri bir balıq, nə bir yüngü varsa, verəmirsə, mən belə fikirləşməm. Biz deyərik, kasıb bir plan deyim. Bunu söhbət edə bilər indi. Xanım Yaqını dedilər, buradan çıxardarsa. Yəni, İlkin müəllim.